Nizami Kino Mərkəzində görkəmli şair, tərcüməçi, əməkdar incəsənət xadimi Tofiq Bayramın xatirəsinə həsr olunmuş Şair ömrü bədii sənədli film nümayiş edilib. Tədbirdə şairin ailə üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Mən heç zaman dönmərəm fikrimdən, niyyətimdən. Lazım gəlsə gözümün qarasını verərəm, Qarabağı vermərəm. Şair ömrü adlanan bu bədii sənətli film Azərbaycan teleməkanında ilk süni intellekt kadrlarından istifadə olunan bir film kimi düşünürəm tarixə düşəcək. Qadın-kişi münasibətlərini elə gözəl əhatə edir və elə təsvir edir. Hesab edirik ki, bunun xüsusilə gənclərimizə böyük tərbiyəvi əhəmiyyəti var. Məsələn, ailə dəyərlərindən kişi üçün kişinin məsuliyyətini və qadının məsuliyyətini aşılıyır. Şair ömrü, bütün bu demək olar ki, şair həm şairin ömrüdür, həm də bizim ömrümüzü əhatə eləmiş olur. Bu sənətli film illərlə yaşayacaq və yəqin ki, növbəti nəsillər də bizi orada görəndə müəyyən qədər Tofiq Bayram yaradıcılığının qiraətlə bağlılığını da hiss edə biləcəklər. Məni səssiz qarşılayır Xəzərim. Kim vurulmaz göy Xəzərə? Ey kim? Safdı körpə nəfəsi tək, nəfəsi. Axın necə sahilinə tələsim, mənə daha mehribandı sinəsi.